En düz ve güclü prognoz. 13 oktyabrdan etibarən əjdaha, Siçovul və Meymun ilində doğulanlar üçün bəxt ulduzu parlayır. Ulduzlar bu üç Çin ilinə mənsub olan insanların həyatında möcüzəvi dəyişikliklər və kainatın dəstəyi olacağını göstərir. Əjdaha ilində doğulanlar 1988, 2000, 2012, gözlənilməz mükafat, nüfuz artımı və arzuların gerçəkləşməsi. Sizə qarşı olan maneələr öz-özünə aradan qalxacaq. Məsləhət, öz gücünüzə inanın, çünki bu dövrdə dediyiniz hər söz kainata təsir edir. Siçovul ilində doğulanlar 1986-2008, pul, uğur və münasibətlərdə parlaq dönüşlər olacaq. Xüsusilə ailə və qazanc sahəsində sevincli xəbərlər gəlir. Məsləhət, hər bir fürsəti dəyərləndirin, bu dövr sizə ikinci şans gətirir. Meymun ilində doğulanı 80, 1992, 2004, 2016. Düşünülməmiş qərarlar belə xeyrə çevriləcək. Qismətiniz açılır, köhnə arzular gerçəkləşməyə başlayır. Məsləhət, yeni əlaqələrə və iş ideyalarına açıq olun. Şans məhz oradadır. Ümumi nəticə, 13 oktyabrdan sonra bu 3 il doğumlular üçün böyük dəyişiklik və şans dövrü başlayır. Kainat sizə bəli deyir, tək etməyiniz lazım olan addım atmaqdır. Əla, indi gəl baxaq. Əjdaha, Siçovul və Meymun illərində doğulanlar arasında hansı bürclər 13 oktyabrdan etibarən ən çox uğur və bəxt qazanacaq? Əjdaha ilində doğulanlar üçün ən şanslı bürclər. Şir, parlaq yüksəliş və hörmət dövrü başlayır. Ulduzlar sizə həm maddi, həm də ruhani bolluq göndərir. Oğlaq, gözlənilməz uğur, yeni iş və qazanc qapısı açılır. Ətrafınızdakı insanlar sizə kömək edəcək. Əqrəb, taleyin dönüş nöqtəsi, sirli arzular gerçəkləşir. Məsləhət, daxilinizdəki inancı qoruyun, çünki bu dövrdə hər niyyət gerçəkləşə bilər. Siçovul ilində doğulanlar üçün ən şanslı bürclər. Buğa, qazanc, rahatlıq və ailə rifahı yüksəlir. Kainat sizə sabitlik və xoşbəxtlik göndərir. Tərəzi, şəxsi həyat və münasibətlərdə dönüş nöqtəsi, ruhən yenilənmə. Balıq, ilahi qorunma və gözlənilməz sevinç sizi müşayiət edəcək. Məsləhət, səbirli olun, çünki hər hadisə sizi doğru yerə aparır. Meymun ilində doğulanlar üçün ən şanslı bürclər, əkizlər, möhtəşəm yeniliklər, işdə və əlaqələrdə partlayışlı inkişaf. Xərçəng, ürək arzuları gerçəkləşəcək, ruhani sakitlik bərpa olunur. Oxatan, planlarınız uğurla nəticələnəcək, şans sizi izləyir. Məsləhət, hər fürsət açıq olun, bu dövrdə yox deməyin, hər şey xeyrinizə işləyəcək. Ümumi nəticə, 13 oktyabrdan başlayaraq əjdaha, Siçovul və Meymun illərində doğulan şir, oğlaq, əqrəb, buğa,